Deməli, səhvi dövlətin idarə edilmə forması da idarəçilik. Səhvi dövləti teokratik dövlət idi. Teokratik idi. Dini üsullar idarə edir. Bəli. Dini üsullar idarə edir. Və dini qanunlarla idarə olunan dövlət idi. Yadımıza gəlsə Şumerlərdə elə bir sistem var. İlk vaxtlar. Kutlər yox. Kutlər deyir ki, demokratik əsaslar. Şumerlərdə deyir ki, ilk vaxtlar El adlı kahin idarə edirdi və teokratik idarə üsuluna əsaslanırdı. Məsələn, Ağqoyunlu və Qaraqoyunlu dövlətlər teokratik dövlədir. Deməli, dövlətin başında duran şəxs bir şah idi. Şah qeyri-məhdud hakimiyyətə malikdir. Yəni, bu adamın hakimiyyəti heç nə ilə sınırlanmır, məhdudlaşmır. Adam nə istəyirsə o, yəni həm qanunverici hakimiyyət bundadır, həm icraedici hakimiyyət bundadır, həm də nəzarətedici hakimiyyət bunun əlindədir. Sonra adam dünyavi hakim olmaqla, yəni hökmdar olmaqla yanaşı, həm də şiələrin dini başçısıydı. Ruhani başçısı da belə deyil. İkinci şəxs Ağqoyunlu və Qaraqoyunlu kimi idi? Əmir Əlimər. Burada isə ikinci şəxs vəkildir. Vəkil. Vəkil söhbəti başqa heç bir dövlətdə yoxdur. Gördünüz ki, məsəl üçün, sual düşürdü ki, bu dövlətin idarə edilməsində vəkil adlı vəzifədən istifadə edilirdi və vəkil adlı vəzifə var idi. Birinci söhbət hansı dövlətdən gedir? Bəli. Vəkillər yazıqdır. İki dənə dövlətdən özgədə saxlayın. Dini və dünyavi işlər üzrə şahın tam hüquqlu muavini idi. Ne var deyil? Soqlar. İdi. Üçüncü şəxs. Əmir Əl-Üməra. Ül-Üməra, fərqi yox. Gəlmişəm buradakı bu Əl-Ül şeydir. İngilisindəki Z artikıldır, müəyyən artikıldır. Deməli, adam baş komandan idi. Ordunun başçısıydı. Məsələn, Qaraqoyunlu və Ağqoyunlularda Əmir Əl-Ümərin şəxsinin ikinci şəxsi, bunlar üçüncü şəxs. Dördüncü şəxs baş vəzir. Baş vəzir nə ilə yadda saxlayacaq? Demə, mılarla. Deməli, görürsən. Görürsən ki, mal deyəcək. Deməli, adam maliyyə iş, mülk işlərə, maliyyə işlərinə, ölkənin mədaxil və məxaricinə baxır. Yadda qaldı? Baxdınız ki, harada mılarla başlayır, birinci söhbət kimdən gedir? Başlayır. Mədaxil də məxaric. Ölkənin gəlirləri və xərcləri də. Bu beşinci şəxsi yazmayaq buna gedək. Yazaq ki, burada sədr vəzifəsində var idi. Sədr də dini idarələrin başına durur. Vəqf əmlakına, vəqf işlərinə rəhbərlik edir. İdarəsində başqa kimlər var idi? Qazı. Qazı məhkəmə işlərinə vardı. Məhkəmə sizcə hansı qaydalarla, qanunlar əsasında aparılırdı? Şəriət qanunlar əsasında aparılırdı. Sonra, deməli, bir sadəcə vəzifələrini yazın. Xan, sultan, qorçubaşı. Deməli, xan ali inzibati və hərbi rütbə idi. Sultan daha kiçik inzibati vahidləri idarə edən şəxs idi. Qorçubaşı da çəlik ordusuna rəhbərlik edir. İndi dövlətin inzibati cəhətdən bölgüsü əsasını izah edən növbəti məsələləri, dövlət deməli, dövlət başına duran şəxs şah idi. Sonra dövlət inzibati cəhətdən bölünürdü bəylər bəyliklərə.